Salam. Biologiya 8-ci sinif 1-ci hissə 2-ci bölməyə aid kiçik summativ qiymətləndirmə tipli suallar izahlı və cavablı. Baxırıq. Birinci sualda meristem çevrilir. Bilirsiniz ki, meristem törədici toxumadır və törədici toxuma digər toxumalara çevrilir. Odur ki, bax bu boş olan yerlərə biz örtü, ötürücü, əsas, mexaniki və ifrazat toxumalarının adlarını qeyd etməliyik. İkinci sualda kökün eninə böyüməsini təmin edir. Bilirsiniz ki, gövdənin eninə böyüməsini kambi hüceyrələri təmin edir. O cümlədən kökün də eninə böyüməsini təmin edən kambi hüceyrələridir. Odur ki, ikinci sual üçün cavabımız A variantı olacaqdır. Üçüncü suala keçirik. Qlikoza və oksigenin əmələ gəlməsi üçün hansı canlı amilin olması əsasdır? Bilirsiniz ki, qlikoza və oksigen fotosintez prosesi zamanı əmələ gələn maddələr hesab olunur və burada bizdən canlı amil soruşulur deyimlə. Karbon qazı bilirsiniz ki, cansızdır, su həmçinin, işıq həmçinin. Ona görə də üçüncü sual üçün bizim doğru variantımız olacaqdır. C variantı xloroplast. Xloroplast hüceyrədir, canlıdır. Xloroplast daha doğrusu hüceyrənin orqanoididir. Ona görə də canlı hesab oluna bilər. Dördüncü suala baxırıq. Dördüncü sualda su daşınır. Burada verilibdir nə ilə daşınmaları, hansı cavab doğrudur, onu tapmağa çalışaq. Əsas toxuma verilibdir, mexaniki toxuma verilibdir, örtük toxuma verilibdir və bilirsiniz ki, su daşınır ksilen boruları ilə, o da ötürücü toxumaya aiddir. Odur ki, D variantı doğru cavab olacaqdır. Beşinci sual üçün soruşulur 5-ci sualda mövsümdən asılı olaraq mənbə və hovuz rolunu oynaya bilər. Bilirsiniz ki, mənbə üzvü maddənin əmələ gəldiyi yer, hovuz isə toplandığı yer hesab olunur. Borucuq suyun ötürülməsində rol oynayır. Çiçək meyvənin tozlanmanın həyata keçirilməsində, əmələ gəlməsində iştirak edir və soğanağa baxırıq. Burada soğanaq həm ehtiyat qida maddə toplayır mövsümdən asılı olaraq, həm də digər generativ orqanların əmələ gəlməsi zamanı onların ehtiyat qida maddələri ilə təmin etməsini həyata keçirir. Ona görə də 5-ci sual üçün C variantı doğru cavab hesab olunur. Baxırıq 6-cı suala. 6-cı sualda deyilir, mürəkkəb toxuma hesab olunur. Mürəkkəb toxuma odur ki, onun əmələ gəlməsində bir neçə cür hüceyrələr iştirak eləsin. Ona görə də mexaniki toxuma, ifrazat toxuma, əsas toxuma və mürəkkəb toxuma hesab olunacaqdır. D variantı ötürücü toxuma. 7-ci suala baxaq. Ağızcıq yarığını əmələ gətirir. Ağızcıq yarığını əmələ gətirir. Bilirsiniz ki, ağızcıq, bir ağızcıq iki qapayıcı hüceyrələrdən ibarətdir. Ona görə də 7 üçün cavabımız olacaqdır. A variantı qapayıcı hüceyrələr. 8-ci suala baxaq. 8-ci sualda deyilir, bir dəqiqə mən bunu biraz yuxarı qaldırım. 10 ədəd ağızcıq yarığının əmələ gəlməsində neçə hüceyrə iştirak edir? Bildiyiniz kimi, bir ağızcığın əmələ gəlməsində 2 qapayıcı hüceyrə iştirak edir. Ona görə də 10 ədəd ağızcıq yarığının əmələ gəlməsində 20 hüceyrə iştirak edəcəkdir. Variantımız olacaqdır. Doğru cavab üçün D. 9-cu sualda tükcüklər əmələ gəlir. Burada verilibdir toxumaların meristemdən, gövdədən, epidermisdən, parenximdən. Bildiyiniz kimi, tükcüklər epidermisin çıxıntıları şəklində olur. Deməli, sorucu zonada əmci tellər yadınıza salsaz, ona həm də əmci tellərlə yanaşı kök tükcüklərdə deyilir. Bizim doğru cavabımız olacaqdır. Epidermisdən C variantı 9-cu sual üçün. 10-cu suala baxaq. Mantar toxuma hüceyrələri
Yazılıbdır bir qatlı, çox qatlı, yastı, canlı. Bildiyiniz kimi mantar toxumanın hüceyrələri ölüdür, canlı deyil. Yastı da deyil, bir qatlı da deyil. Deməli bizim 10-cu sual üçün cavabımız olacaqdır. Çox qatlıdır, o da B variantı. 10-cu sual üçün B variantı doğru cavab hesab olunacaqdır. Burada mən cavabları axırda qeyd eləmişəm ki, özünüz müstəqil olaraq sualların cavabını tapmağa çalışın, sonra isə cavablarda özünüzü yoxlayın. Cavablar bax burada birinci üçün örtü, ötürücü, mexaniki, əsas, ifrazat toxuma, bildiyiniz kimi meristem toxumadan öz başlanğıclarını götürür. İkincidə qeyd elədik A, 3-də C, 4-də D, 5-də C, 6-da D, 7-də A, 8-də D, 9 üçün C, 10 üçün B variantları doğru cavab hesab olunur. Bu qədər. Sağ olun.